Salam, hörmətli müdavimlər. İbtidai sinif müəllimliyi üzrə MİQ və sertifikasiyaya dair 25 suallıq sınağı sizə təqdim edirəm. İlk öncə sınağı özünüz videonu dayandırıb özünüz işləyin sərbəst. Sırf 2024-25-ci illərdə MİQ və sertifikasiyaya düşən suallar əsasında hazırlanmışdır. Eyni zamanda 2026-cı ildə düşə biləcək suallar da nəzərə alınmışdır. Yəni, sırf çərçivə sənədinə uyğun hazırlanmışdır. MİQ imtahanında dəfələrlə iştirak etmişəm. Eyni zamanda sertifikasiya imtahanında da bir dəfə iştirak etmişəm. Və suallar demək olar ki, hamısı imtahan sualları formasındadır. 1. Sədaqətsizlik sözü ilə bağlı verilmiş fikirlərdən doğru olanları seçin. Sözün kökü isimdir, tələffüzündə isə həm kəmiyyət, həm də keyfiyyət fərqi vardır. Sözün kökünə nəzər salaq. Sözün kökü sədaqət, siz və lik leksik şəkilçidir. 2 leksik şəkilçi vardır. Demək, tələffüzündə kəmiyyət və keyfiyyət fərqi nə deməkdir? Sözün düzgün tələffüz variantı 4-də verilmişdir. Sədaqətsizlik, səs uzanması, L səsinin D səsinə keçməsi və K-nın X-ə keçməsi. 2 fərqli məqam, 1, 2, bir də səs uzanması. Səs uzanması fərqli məqam kimi sayılmır. Demək, düzgün tələffüzü bu formadadır. Kəmiyyət fərqi o deməkdir ki, yəni səslə hərf bir-birindən fərqlənir. Səslərin sayı hərflərin sayından. Burada isə səs düşümü hadisəsi və səs artımı baş vermədiyi üçün səslərlə hərflərin sayı eynidir, bərabərdir. Demək, kəmiyyət fərqi yoxdur. Keyfiyyət fərqi o deməkdir ki, fərqli məqam, bəli, 2 yerdə fərqli məqam vardır. L, D əvəzlənməsi, K, X əvəzlənməsi. Keyfiyyət fərqi var, amma kəmiyyət fərqi yoxdur. Buna görə də bu variant yanlışdır. 2. Yarandığı nitq hissəsi sifətdir və vurğusu sonuncu hecəyə düşür. Sədaqətsizlik, vurğu bəli, sonuncu hecəyə düşür. Yarandığı nitq hissəsinə fikir vermək üçün biz sonuncu leksik şəkilçini götürməliyik. Qalır orada sədaqətsiz sözü. Sədaqətsiz necə sualına cavab verdiyi üçün demək sifətdir. İkinci variant doğrudur. Deməli, variantlardan biz bir işlənmiş variantı vururuq. Qaldı 2 işlənmiş variant. 2 doğrudur. B ilə Y arasında qaldıq. D də getdi. Tərkibində 2 leksik, 1 qrammatik şəkilçi var. Baxdıq, gördük ki, qrammatik şəkilçi yoxdur. 3 də yanlışdır. 4-də tələffüz forması doğrudur. Sədaqətsizlik. Amma L samiti işlənməmişdir. Fonetik təhlildə biz tələffüzə fikir verdiyimiz üçün yazılış formasını əsas götürmürük. Yəni, çox da burada L işlənib. Tələffüzdə L səsi olmadığı üçün biz bunu yanlış götürürük. 4 də yanlışdır. 4 də yanlışdır, qaldı 2 ilə 5, B variantı. Yanında kar qarşılığı doğrudur, X-dir. İkinci sual. Dünənki hadisə birləşməsinin asılı tərəfi haqqında doğru fikri müəyyən edin. Deməli, söz birləşməsində asılı tərəf birinci işlənmiş tərəfdir. Dünənki sözünə biz fikir verməliyik. Bir də deyir, olay, əhvalat sözləri ilə sinonimdir. Demək, olay, əhvalat sözləri ilə sinonim olan hadisə sözüdür. Bizə bu lazım deyil. Antonimi bugünkü sözdür. Dünənkinin antonimi sabahki ola bilər. Bu da yanlışdır. Bizə doğru fikirlər lazımdır. Morfoloji yolla yaranan sözdür. Deməli, sözlərin yaranma yolları vardır. Morfoloji, sintaktik. Morfoloji yolla, yəni şəkilçilər vasitəsilə yaranan sözdür. Bəli, dünən sözünə, dünən zərfinə ki şəkilçisi artırılıb, leksik şəkilçisi, dünənki sifəti yaranmışdır. Deməli, bu morfoloji yolla yaranmışdır. Doğrudur. 4-dədir dilönü sahitlərin ahəngi. Dilönü sahitlər incə sahitlərdir. Ə, E, İ, Ö və Ü sahitləri. Bəli, incə sahitlərin ahəngi gözlənilib. Doğrudur. 3 ilə 4 doğrudur. Mənsubiyyət şəkilçisi qəbul edə bilər. Mənsubiyyət şəkilçisini təyin etmək üçün həmin sözün əvvəlinə mənsubiyyət şəkilçisini yaradan əvəzlikləri artırmalıyıq. Mənim, dünənkim, sənin, dünənkin səslənmir, absurd səslənir, belə deyək. Yanlışdır. Sifət isim sxeminə uyğundur. Bizə asılı tərəf soruşulduğu üçün, yəni dünənki sözü soruşulduğu üçün, dünənki sözündə sifət isim sxeminə uyğunluq görmədiyimiz üçün
Biz bunu da yanlış vururuq. Cavabımız 3, 4, B variantı. Bizim bu sifət isim sxemi ümumi birləşməyə aid ola bilər. Sifət və isim. Sifət, isim. Amma bizdən asıl tərəf soruşulduğu üçün biz bu xırda detala fikir veririk və bunu yanlış kimi qəbul edirik. Cavabımız 3 və 4. Üçüncü sual. Variantların birində birinci şəxsə aid mənsubiyyə şəkilsi qəbul edən konkret isim işlənmişdir. Burada iki məqama biz fikir verməliyik. Demək, konkret olsun isim və birinci şəxsə aid mənsubiyyə şəkilsi. Birinci şəxsimiz mən və biz, təki və cəmi. Mənim və cəmi də olacaq bizim. Biz bu əvəzliklərdən istifadə edib konkret ismi tapmalıyıq və cavabımız o olacaq. Ay gözəlim, mənim gözəlim, mənim göyçəyim. Gözəl və göyçəyə fikir veririk. Sifətdir, isim olmadığı üçün biz bunları götürmürük. Bəs arzularım, gerçəyim bunun davamıdır. Arzu və gerçəklik mücərrəd isim, konkret olmadığı üçün bizə konkret isim lazımdır. Yəni A variantını götürmürük. B variantında mənim həyatım, həyat mənsubiyyə şəkilsi birinci şəxsin mənsubiyyə şəkilsidir. Mənim qanunlarım ikisi də mənsubiyyə şəkilsidir. Mənsubiyyə şəkilsi ilə işlənmişdir. Amma konkret yox, mücərrəd olduqları üçün biz B variantını da götürmürük. Konkret isimlər nə idi? Fiziki yolla toxuna bilirik, hiss edə bilirik. Məsəl üçün külək konkret götürülür. Nəyə görə? Təmas var. Yəni biz onu hiss edirik. Və şəklini çəkə bilirik. Yəni şəklini çəkib, gözlə görüb, toxuna bildiyimiz isimlərə konkret isimlər deyirdik. Mücərrəd isimləri isə biz nə görürük, nə toxuna bilir, nə də şəklini çəkə bilirik. C-də bəxtimiz olsaydı buranı düşməzdik. Bəxtimiz, bizim bəxtimiz mənsubiyyə şəkilsidir. Birinci şəxsin cəminə aiddir. Amma bəxt mücərrəd olduğu üçün biz bunu da götürmürük. Bizə konkret lazımdır. Nə qədər ağlın başındadır, pullarımızı ver. Sənin ağlın mənsubiyyə şəkilsidir, amma ikinci şəxsə aiddir. Sənin başın yenə ikinci şəxsə aiddir və pullarımız sözü bizim pullarımızı ver. Pul konkretdir, görürük, toxunuruq, şəklini çəkə bilirik. Buna görə də variantımız olacaq D. Üzümün dadı bir başqa idi. Buradakı üzüm meyvədir. Mənim üzüm olsaydı, konkret isim olacaqdı. Üzüm meyvə olduğu üçün üzümün artıq hal şəkilsi ilə işlənmişdir. Y variantı da yanlışdır. Cavab D variantı. Dördüncü sual. Hansı bənddə səbəb-nəticə əlaqəsi yanlış verilmişdir? Səbəb və nəticə. Güclü zəlzələ baş verdi. Nəticəsində sahildə nəhəng tsunami dalğaları yarandı. Bəli, zəlzələ nəticəsində yarana bilər. B variantı. Şaxtalar birdən-birə kəsdi. Nəticəsində çaylarda suyun səviyyəsi sürətlə artdı. Bəli, bu da doğrudur, bu da doğrudur. Müəllim sinifə daxil olduğu nəticəsində biz deyə bilmərik ki, şagirdlər hörmət əlaməti olaraq ayağa qalxdılar. Bitkilərə vaxtında gübrə verildi. Nəticəsində məhsuldarlıq yüksək oldu. Bəli. Avtomobilin təkəri partladı. Sürücü idarə etməni itirdi. Bəli. Səbəbdən nəticə doğar. Burada isə C variantında isə şagirdlərin hörmət əlaməti olaraq ayağa qalxması təkcə müəllimin sinifə daxil olmasından asılı deyil. Bir başqa böyük də daxil ola bilər. Ona görə şagirdlər ayağa dura bilərlər və yaxud da hər hansı bir başqa hadisə, hal baş vermiş ola bilər. Yəni bu konkret deyil. Burada səbəb nəticəni doğurmur. C variantı. Mətnlə bağlı sualları cavablandırın. 5, 6, 7-ci suallar. Mətnimiz budur. Dil bir xalqın varlığı, onun tarixi yaddaşıdır. Hərə bir sözün arxasında hərə yox, hər. Yəqin suallarla bağlıdır. Hər bir sözün arxasında əsrlərin, əsri yox, əsr süzgəcindən keçib gələn bir mədəniyyət dayanır. Mədəniyyət sözündə 2 Y. Dili qorumaq təkcə qrammatik 2 dənə M hərfi. Qaydalara riayət Y yoxdur. Etmək deyil. Vergül. Xalqın varlığı, onun tarixi. Burada da vergül var, əziz izləyicilər.
həm də o dilin ruhunu 3 nöqtə. 5-ci sualımızda nöqtələrin yerində hansı sözü yazsaq fikir daha dolğun olar. Demək, dili qorumaq təkcə qrammatik qaydalara riayət etmək deyil, həm də o dilin ruhunu A. qidalandırmaqdır, yaşatmaqdır, oxşamaqdır, işıqlandırmaqdır, tərbiyə etməkdir. Daha dolğun fikir təbii ki, yaşatmaq feilindədir. Həm də o dilin ruhunu yaşatmaqdır. B variantı. 6-cı sual. Mətndə neçə söz səhv yazılmışdır? Fikir versək, dil bir xalqın varlığı, onun tarixi yaddaşıdır. Onun tarixi yaddaşıdır. Hər, əsrlər, mədəniyyət sözü, qrammatik riayət. 1, 2, 3, 4, riayət sözü ilə 5. Deməli, 5 söz yanlış yazılmışdır, səhv yazılmışdır. D variantı 5. 7-ci sual. Mətndə neçə vergül işarəsi buraxılmışdır? Fikir versək, dil bir xalqın varlığı, onun tarixi, sadalama intonasiyası olduğu üçün bir vergül burada. İkinci vergül pauzada. Deməli, dili qorumaq təkcə qrammatik qaydalara riayət etmək deyil. Dayanırıq burada. Həm də o dilin ruhunu yaşatmaqdır. 2 yerdə. 7-də cavab oldu A variantı. 8. Yanlış fikri müəyyən edin. Mətndə əvəzliliyin 3 məna növünə aid nümunə işlənmişdir. Fikir verməliyik. Buradan başlayıb biz oxumalıyıq. Deyil bir xalqın varlığı, onun o əvəzliyi şəxs. Şəxs əvəzliyi. Sonra hər bütün öz təyini əvəzlik. İkinci növ. Sözün arxasına əsrlərin süzgəcinə keçib gələn bir mədəniyyət dayanır. Dili qorumaq təkcə qrammatik qaydalara riayət etmək deyil, həm də o dilin işarə. 3. Bəli, 3 məna növünə aid nümunə işlənmişdir. A variantı doğrudur. Çıxdıq. Bizə yanlış variant lazımdır. Bitişdirici samit işlənən sözlər 2 fərqli nitq hissəsinə aiddir. Bitişdirici samitlərin funksiyasını bilirsiniz. Deməli, saitlə gələn şəkilçi və saitlə bitən sözləri bir-birinə bağlayır. Əsas funksiyası bundan ibarətdir. Yəni, 2 sait arasında daxil olur, körpü rolunu oynayır. Bitişdirici samit işlənən sözlər 2 fərqli nitq hissəsinə aiddir. Xalqın varlığı onun sözündə n bitişdirici samiti işlənmişdir. Əvəzlik sözün arxasında. Burada da işlənmişdir, ismin daxilində. 2 nitq hissəsinin daxilində işlənmişdir, bəli. 2 fərqli nitq hissəsinə aiddir. İsim və süzgəc sözündə də var. İsim və əvəzlik arasında işlənmişdir. C də doğrudur, bizə lazım deyil. B, daha doğrusu. C. Bitişdirici samitin fərqli funksiyanı yerinə yetirdiyi sözlər işlənmişdir. Yəni, dəyərli müdavimlər, bitişdirici samitin funksiyası, vəzifəsi saitlər arasında daxil olmaqdır. Məsəl üçün, A ilə Ə yönlük alın şəkilçisidir. 2 saiti bir-birinə bağlamaq üçün Y bitişdiricisindən istifadə edirik. Körpü rolunu oynayır A ilə Y. Yəni, saitlərin arasına daxil olur. Əsas funksiyası budur. Yəni, bizdən fərqli funksiyanı yerinə yetirdiyin soruş olursa, deməli, saitlərin arasına yox, saitlə samit arasına daxil olmuşdur. Burada da biz göründüyü kimi sözün arxası mənsubiyyə şəkilçisi ilə işlənən sözdür. Da yerlik alın şəkilçisidir və onların arasında işlənən n bitişdirici samitdir. Yəni, təhlil zamanı biz onu götürmürük. Şəkilçi qismində götürmürük. Süzgəci n burada bitişdiricidir. Əsrlərin süzgəci. C də doğrudur. Y variantına fikir verək. Birinci cümlədə 3 omonim işlənmişdir. Birinci omonim dil, ünsiyyət vasitəsi kimi, bir də danışıq üzvü kimi. 1 müxtəlif nitq hissəsi kimi işlənə bilər. Həm say, həm ədat. Bir də o əvəzliyi
həm şəxs əvəzli, həm işarə əvəzli, eyni zamanda təəccüb bildirən söz kimi işləndikdə nida vəzifəsində işlənir. Demək, 3 omonim işlənmişdir, doğrudur. Qaldı D variantı. Düzəltmə feilinin işləndiyi cümlədə mənsubiyyə şəkilçili 2 söz işlənmişdir. Burada işlənmiş dayanır sözünü biz düzəltmə feil kimi götürsək, 2 mənada əslində işlənir. Həm sadə feil, həm düzəltmə feil kimi. Deməli, cümləyə fikir versək, daha doğrusu mətnə fikir versək, 2 yerdə düzəltmə feil var. Yaşatmaq, sonda olan yaşatmaq, yaşamaqdan yaşatmaq düzəltmədir. Yəni, bu cümləni biz ikisindən birinə və yaxud da hər ikisinə aid etməliyik, çünki ümumi danışılır. Yaşatmaq, sondakı cümlədə mənsubiyyət şəkilçili 2 söz işlənir. Fikir versək, sondakı cümlədə dilin ruhu, bircə söz, mənsubiyyət şəkilçisi 1 söz işlənmişdir. Əgər bu cümləni götürsək, süzgəc və arxasında sözlərində işlənmişdir. Dayanmaq sözünün də quruluşu müəmmalıdır. Demək, maşın dayananda olur və yaxud da adam hərəkətsiz dayananda olur. Sadə feil, süpürgə divara dayandı, burada olur isə düzəltmə feil. Variant olaraq D-ni seçdik. 9-cu sual. Məntiqi ardıcılığı davam etdirin. Gülmək, güldürmək, silmək, almaq. Burada feilin qrammatik məna növündən danışılır. Gülmək, məlum növ. Güldürmək, yenə məlum növ. Nəyə görə? Çünki izmar növdə 3 şəxs iştirak edir. Mən deyirəm başqasına, o da onu hərəkəti başqasına gördürür, icra etdirir. Məsəl üçün, aldır. Mən deyirəm dostuma, çörək aldır. Dostuma deyirəm, dostum da bir başqasına aldırır onu. 3 nəfər iştirak elədi. Birinci deyən, ikinci hərəkəti birinə tapşıran və üçüncü həmin hərəkəti yerinə yetirən. Gülmək məlumdur. Mən gülürəm. Güldür. Dostuma deyirəm, sən güldür. Özün güldür. Yəni, başqası burada rol oynamır. Üçüncü şəxs hərəkətə keçmir. Silmək məlum növdür. Almaq məlum növ. A variantına baxırıq, sildir. Dostuma deyirəm, sildir. O da hərəkəti başqasına icra etdirir. İzbar növdür. Bizə məlum lazımdır. Məlum növdə olan feil. Aldırmaq. Deyirəm, meyvə aldır dostuma. O da başqasına icra etdirir. İzbar növ. Bildir. Məlumatı başqasına bildir. Şagirdlərə bildir. Dostuma deyirəm, dostum özü bildirir. Özü bildirdiyi üçün artıq burada izbardan söhbət gedə bilməz. Deməli, məlum növdür. Yazdır. Yenə dostuma deyirəm, dostum da başqasına yazdırır. İcbar növ. Alındı, artıq kimsə tərəfindən alındı. Məchul növ. Bizə lazım deyil, bizə lazımdır bildirmək məlum növ. 10-cu sual. Sabah onlar şəhərdən qayıdacaqlar cümləsindəki xəbər vəzifəsində işlənən sözün morfoloji təhlili ilə bağlı yanlış fikri müəyyən edin. Deməli, xəbər vəzifəsində işlənən söz qayıdacaqlar sözüdür. Yanlış fikri bizdən soruşur. Qəti gələcək zamandadır. Qəti gələcək zamanın şəkilçisi acaq və əcək. Bəli. Qayıdacaq. Qəti gələcək zamandadır. Üçüncü şəxsin cəmindədir. Onlar. Üçüncü şəxsin cəmi onlar əvəzliyidir. Onlar qayıdacaqlar. Bəli. Onlar qayıdacaqlar. A doğrudur. B də doğrudur. İnkardadır. Burada inkarlıqdan söhbət gedə bilməz. Çünki təsdiqdədir. Qayıtmayacaqlar olsaydı, C variantıdır. Sadə feildir. Qayıtmaq, qrammatik şəkilçilər quruluşu dəyişmir, təsir etmir. Kökü ilə başlanğıc forması eynidir. Kökü qayıtmaq, başlanğıc forması da qrammatik şəkilçiyə qədər olan hissəsidir. Qayıt həm kökdür, həm də başlanğıc forma. Deməli, Y variantı doğrudur. Yanlış variant C variantı inkardadır. 11. Hansı cümlədə lıq şəkilçisi ilə düzələn söz isim deyil? Yer səthinin nisbətən hamar sahələri düzənlik adlanır. Nə adlanır? Düzənlik isimdir. İsmin sualı kimdə, hara? Səhvini etiraf etməsi onun böyüklüyü idi. Böyüklük. Nə böyüklük? Sifətdən, böyük sifətindən yaranan isimdir. Yaxşılığa yaxşılıq, yamanlığa yaxşılıq. Bunlar hamısı isimdir. Sifətə yaranmışdır. Kəndlilər illik planlar. İllik. Necə planlar? İllik.
Artıq burada lik şəkilsi il sözünə qoşularaq sifət yaratmışdır, isim deyil. Xalqımızın nümayiş etdirdiyi birlik, dünya xalqları nə? Birlik, isimdir. Cavab oldu D variantı. 12-ci suala nəzər yetirək. Rayonda yaşayanlar qonaqpərvərliyi və mehribanlığı ilə seçilirlər. Cümləsindəki sözlərlə bağlı səhv fikri müəyyən edin. Rayonda yerlik halda işləmiş ümumi isimdir. Bəli, yerlik halda dadə, yerlik halın şəkilçisidir. Ümumi isimdir, bəli. B variantı. Yaşayanlar indiki zaman məzmunu düzəltmə feili sifətdir. Yaşdan, yaşamaq, düzəltmə sözdür. Feili sifətdir, an, ən şəkilçisi. İndiki zaman məzmunudur, bəli. Bunu da çıxdıq. Bizə səhv fikir lazımdır. C. Qonaqpərvərliyi iki sözün birləşməsində yaranmış mürəkkəb isimdir. Qonaq və pərvər sözlərinin qonaq sözü pərvər şəkilçidir. Deməli, bu mürəkkəb sözdən söz gedə bilməz. Çünki düzəltmə sözdür, mürəkkəb söz deyil. Yanlış fikirlə C variantıdır. Qonaqpərvər leksik şəkilçidir. Lik leksik şəkilçi, i qrammatik. D variantı. Mehribanlığı mənsubiyyət şəkilçisi qəbul etmiş sifətdən yaranan isimdir. Mehriban sifətindən mehribanlıq yaranmışdır, bəli. Seçilirlər, indiki zamanda işlənmiş, düzəltmə feildir, bəli. Seçməkdən seçilmək. Mətnə nəzər yetirək. Mətnlə bağlı sualları cavablandırın. 13, 14, 15, 16-cı suallar mətnə aid suallardır. Demək, mətnə əsasən hansı hökm doğrudur? Mətni birinci oxuyaq. Şumerlər yorulmaz səyyah və ixtiraçı olmuşlar. Dünyada ilk gəmilərin də məhz Şumer ixtirasları tərəfindən düzəldildiyi göstərilir. Akkad lüğətlərinin birində 105-dən artıq Şumer sözü vardır ki, həmin sözlər müxtəlif tipli gəmilərin adlarıdır. Laqaş şəhərində aşkarlanmış yazılardan birində gəmilərin təmir olunma imkanlarından danışılır. Təxmini eradan əvvəl 2700-cü ildə Misirdə də taxtadan avarlı gəmilər düzəldildiyi məlumdur. Misirlilər bu gəmilərdə Nil çayı vasitəsilə Aralıq dənizinə, oradan da başqa dənizlərə çıxa bilirdilər. Mətnə əsasən hansı hökm doğrudur, onu tapaq. A variantında Nil çayının Aralıq dənizinə çıxışı var. Demək, fikir versək, Misirlilər bu gəmilərdə Nil çayı vasitəsilə Aralıq dənizinə. Deməli, Nil çayının Aralıq dənizinə çıxışı var ki, Misirlilər bu gəmilərdə Nil çayı vasitəsilə Aralıq dənizinə, oradan da başqa dənizlərə çıxa bilirlər. Deməli, doğru variantı A variantıdır. B-də deyir, Misirlilərin düzəltdiyi gəmi Şumerlilərdən düzəltdiyi gəmidən onunla fərqlənirdi ki, onlar taxtadan avarlı gəmilər düzəldirdilər. Burada gəmilər arasındakı fərqdən söhbət getmirdi. Eyni zamanda bu cümləyə fikir versək, Misirlilər də taxtadan, yəni onlar da taxtadan, bunlar da taxtadan. Fərq yoxdur. Eyni materialdan hazırlayırlar. C-yə fikir versə, Misir müxtəlif dənizlərlə əhatələnmişdir. Xeyr, elə bir məlumat yoxdur burada. Nil çayı vasitəsilə Aralıq dənizinə, oradan da başqa dənizlərə gedirdilər. D-də Şumerlilərin ilk gəmini ixtira etməsi sübut edən əsas mənbə Laqaş şəhərində tapılmış yazıdır. Xeyr, Laqaş şəhərində tapılmış yazı gəmilərin təmir olunma imkanlarından danışır. Bu da yanlışdır. Akkad lüğətində Şumerlilərin gəmiləri istehsal etmə prosesi haqqında məlumat verilir. Xeyr, Akkad lüğətində Şumer sözü vardı, gəmilərin adlarından danışılırdı. Yanlışdır. 14-də. Mətndəki məlumatları ümumiləşdirərək hansı məntiqi nəticəyə gəlmək olar? Demək, məntiqi nəticə bizə lazımdır. A variantı. Şumerlərin gəmiçilik terminləri akkadlar tərəfindən tamamilə dəyişdirilmişdir. Belə bir nəticə burada yoxdur. Qədim Misirdə dənizçiliyin inkişafı yalnız Nil çayının coğrafi mövqeyi ilə məhdudlaşırdı. Burada məhdudlaşmadan söhbət getmirdi. Nil çayı, Aralıq dənizi, oradan da başqa dənizlərə çıxa bilirdilər. C-də arxeoloji və lingvistik, yəni dilçilik tapıntılar qədim sivilizasiyaların dənizçilik imkanlarını təsdiqləyir. Demək, Akkad lüğətləri, Laqaş şəhərində aşkar olmuş yazılar, bunlar qədim sivilizasiyanın dənizçilik imkanlarından danışırdı daha doğrusu. Doğru variant C variantı olacaq. D-də Laqaş şəhəri qədim dünyanın ən böyük gəmi təmiri mərkəzi hesab olunur. Burada gəmi təmiri mərkəzindən
danışılmırdı. Misirlilər gəmi ixtirasını birbaşa Şumerlərdən mənimsəmişlər. Burada belə bir nəticə gəlmək doğru deyil. 15. Akkad lüğətlərinin birində 105-dən artıq Şumer sözü vardır ki, həmin sözlər müxtəlif tipli gəmilərin adlarıdır. Cümləsi ilə müəllif nəyi vurğulamaq istəyir? A variantı. Akkad dilinin lüğət tərkibinin kasıb olduğunu, xeyr, kasıb olsaydı 105-dən artıq Şumer sözü işlənməzdi. B variantı. Şumerlərin gəmiçilik sahəsindəki terminologiyasının zənginliyi və ixtisaslaşdığını. Bəli, fikir versək, Şumerlər yorulmaz səyyah və ixtiraçı olmuşlar. Dünyada ilk gəmilərin də məhz Şumer ixtiraçları tərəfindən düzəldilib göstərilmişdir. Demək, gəmiçilik sahəsində terminologiya zəngin idi və ixtisaslaşmışdı. Cavab B variantı. C-də akkadların heç vaxt gəmi hazırlamadığı, belə bir məlumat yoxdur. Şumerlərin akkadlara qarşı siyasi üstünlüyü, siyasətdən danışılmırdı. Qədim dövrdə lüğətçilik elminin inkişaf səviyyəsindən də söhbət getmirdi. Doğru cavab B variantı. 16. Mətnə əsasən aşağıdakı mülahizələrdən hansı yanlışdır? A variantı. Akkad lüğətlərində gəmiçiliklə bağlı Şumer mənşəli sözlərin çoxluğu bu sahənin Şumerlərdə yüksək inkişafından xəbər verir. Doğrudur. Bizə yanlış fikir lazımdır. Laqa şəhərində tapılan yazılı mənbələr qədim dövrdə gəmilərə texniki xidmət göstərildiyini sübut edir. Bəli, fikir versəz, yazılı mənbələr sübut edirdi, doğru fikirdir. Misirlilər gəmiçilikdə həm daxili su yollarından, həm də açıq dənizlərdən istifadə etmişdir. Bəli, Nil çayı vasitəsilə Aralıq dənizinə, oradan da dünya dənizlərindən çıxmışlar. D. Şumerlər dünyada ilk gəmi hazırlayan xalq kimi qəbul edilir. Bəli, elə mətnin ilk cümləsi də buna uyğundur. E variantında isə əsas material metal yox, taxta idi. 17. Hansı sözün leksik mənası səhv göstərilir? Simvol. Hər hansı bir anlayışın, ideyanın, şərti əlamətin ifadə edən işarə. Bəli, bizə səhv lazımdır, bu doğrudur. Diplomat, xarici dövlətlərlə əlaqə saxlamaq və yaxud müzakirələr aparmaq üçün bir dövlət tərəfindən vəkil edilmiş vəzifəli şəxs. Bəli, bizə səhv variant lazımdır. Vüsal, görüşmə, qovuşma deməkdir. Bəli, astroloq, göy cisimlərini öyrənən elm yox, astronomiya adlanır. Astroloq isə daha doğrusu D variantıdır. Həmin elmlə məşğul olan şəxsə deyilir. İntibah oyanış deməkdir, oyanma deməkdir. Doğru cavab D variantı. Yenə bir mətn. Demək, özüm də dəfələrlə MİQ imtahanında iştirak etdiyimə görə orada ən azı 2-3 mətnin olduğunu əminliklə sizə deyə bilərəm. Mətnə əsasən 18, 19, 20-ci sualları cavablandırın. İlk dəfə elektrik qızdırıcı cihazını çaydanın alt hissəsinə yerləşdirmişdilər. Su ilə qızdırıcı arasında əlavə metal təbəqə olduğundan o çox gec qaynayırdı. 1923-cü ildə Arthur Large xüsusi mis borudan ibarət qızdırıcı cihazı çaydanın içərisində yerləşdirdi. Bu çaydanda su çox sürətlə qızırdı. 18. Fərqləndirilmiş sözlərin hansı mətn daxilində qarşılığı ilə əvəz etmək olmaz? İlk sözü əvvəl. İlk dəfə, ilki götürsə əvvəl qoysaq, əvvəl dəfə demək olmur. Elə cavabımız A variantı. Çox sözünü götürsək buradan, çox gec, olduqca gec demək olur. Cihaz sözünü alət sözünü əvəz eləsək, qızdırıcı aləti əvəz eləmək olur. İçərisində sözünü, içində sözünü əvəz eləmək olur. Təbəqə sözünü də qat sözü ilə əvəz eləmək olur. Demək, metal təbəqə, metal qat. Cavabımız A variantı. Mətnə əsasən Arthur Large'ın ixtirasının daha səmərəli olmasının əsas səbəbi aşağıdakılardan hansıdır? A variantı. Qızdırıcı cihazın hazırlanmasında mis materialından istifadə edilməsi. Xeyr. Çaydanın alt hissəsinin daha qalın metal təbəqə ilə əvəz olunması. Xeyr, bu çıxış yolu deyildi. İstilik mənbəyi ilə su arasındakı fiziki maneəni aradan qaldırdı və baxın, mis borudan ibarət qızdırıcı cihazı çaydanın içərisində yerləşdirdi. Su ona görə də çox sürətlə qızırdı. Səbəb C variantı. Elektrik qurğusunun 1923-cü ildə texnoloji standartlara uyğunlaşdırılması. Xeyr.
Çaydanın daxili həcminin qızdırıcı boruya uyğun olaraq keçirilməsi xeyr. 20-ci sual. Mətnə əsasən aşağıdakı suallardan hansının cavabı yoxdur? İlk elektrik çaydanlarında qızdırıcı cihaz harda yerləşirdi? Bəli, fikir versək, çaydanın alt hissəsinə yerləşdirilirdi. Var. Arthur Largıcın modelində qızdırıcı hansı materialdan hazırlanmışdı? Demək, xüsusi mis borudan ibarət qızdırıcı cihazı çaydanın içərisində. Bəli, bu da var. Misdən hazırlanmışdı. Arthur Largıc öz ixtisasını hansı ildə təqdim etdi? İxtirasını daha doğrusu 1923-cü ildə. İlk elektrik çaydanını ixtira edən mühəndisin adı nə idi? Burada o mühəndis haqqında danışılmadığı üçün cavabımız D variantı. Nə üçün ilk modellərdə suyun qaynaması çox vaxt aparırdı? Çünki metal təbəqə qalın idi, ona görə gec qızırdı. Mətnlərlə suallarımızı bitirdik, keçdik qayda suallarına, daha doğrusu dil qaydalarına. 21. Şagirdlərim Aydan və Nuray sizin kitabları çoxdan oxuyublar. Bu cümləni biz sintaktik təhlil etməliyik, uyğunlaşdırmalıyıq sxemlərə. Məlum olduğu kimi sintaktik təhlil sxemini biz xəbərə əsasən başlayırıq. Oxuyublar, nə ediblər, oxuyublar, xəbər, kim və yaxud da kimlər, Aydan və Nuray. 2 mübtəda, hansı olacaq, təyin, sizin kitabları. Nəyi kitabları? Tamamlıq, sizin də olacaq, təyin. Sizin kitablarınız olsaydı, birlikdə tamamlıq gedərdi. Sizin sözünə uyğun əvəzlik burada işlənmədiyi üçün, kitablarınız ixtisar olunduğu üçün ayrı-ayrılıqda cümlə üzvü kimi çıxış edir. Sizin təyin, kitabları tamamlıq, çoxdan da olacaq bizim zərflik. Deməli, təyin, mübtəda, təyin, Y variantı. Təyin, mübtəda, təyin, tamamlıq, zərflik və xəbər. 22-də. Sanki o da bizimlə gəlmək üçün hazırlaşırdı. Cümləsində köməkçi nitq hissələrinin ardıcıllığını biz qeyd edirik. Deməli, sanki modal söz. Cavab A, C, Y arasında qaldıq. O da, bu da, dostum da, artıq saylar çoxalır, ona görə bağlayıcıdır. Məsəl üçün, gəl də, gedək də. Burada sadalama olduğu üçün biz buna ədat yox, bağlayıcı deyirik. Sən də, o da, biz də, o da bizimlə gələcək. Bağlayıcı, modal söz və bağlayıcı olan variant hansı? C variantı. Qoşma harda var? Bizimlə. Lə qoşması, üçün qoşması. Cavab C variantı. 23-də tələffüz şəklində verilmiş hansı sözdə hecalardan biri yalnız bir səsdən ibarətdir? Bildiyimiz kimi hecalarla bağlı biz təhlili fonetikada yazılış əsasında aparırıq. Əlbəttə sözünün yazılışı əlbəttə. Biz bunu hecalara bölsək əlbəttə. Bir saytdan ibarət heca qalmır. Təbii sözünün yazılışı 2i olduğu üçün sonda ixtisar olunub biri. Düşür də, səs düşümü baş verib. Təbii, hecaya bölsək təbii. Yalnız hecalardan biri yalnız bir səsdən. Bir səsdən ibarət heca gördüyünüz kimi budur. Ailə sözü yazılışı olacaq a ilə. Hecaya bölünmə şəkli a ilə. Deyirsiniz ki, müəllim, burada da bir səsdən ibarət heca var. Burada məntiqə baxsa 2 dənədir. Bizdən isə yalnız birini soruşur. Hecalardan biri, hecalardan ikisi yox. Ona görə də biz B variantını götürürük. 24. Aşağıdakı frazeoloji birləşmələrdən hansı həm frazeoloji omonim, həm də çoxmənalı frazeoloji birləşmə kimi çıxış edə bilər? A variantı can vermək. Demək, can vermək 2 mənada omonim kimi işlənə bilər. Xəstə can verdi, yəni canını tapşırdı, ağır vəziyyətdədir, öldü və yaxud da. Bir də onun gəlişi
məclisə can verdi. Yağış təbiətə can verdi. Elə bu cümlələrdə yağış təbiətə can verdi, onun gəlişi məclisə can verdi. Həm çox mənalı olduğu bilindi, həm də omonim. Yəni ölmək mənasında, can vermək, bir də dirilmək mənasında. Omonimlik və çox mənalılıq harda var? Məclisə onun gəlişi, dostumun gəlişi can verdi məclisə. Yəni şənlik qatdı məclisə. Bir də ki, yağışın yağması təbiətə can verdi. Aşağıdakı cümlələrdən hansı həm əmr, həm də nida cümləsi kimi düşünülə bilər? Əmr cümləsinin göstəricisi fe'lin əmr şəklidir. Fikir versək, yalnızca C və D variantlarında fe'lin əmr şəklində olan fe'llər işlənmişdir. Gəl və oxu. Sən gəl, sən oxu. İkinci şərtə fikir versək, nida cümləsi. Nida cümləsi də hiss, həyəcan bildirir. Bu iki cümlədən hansı tələffüz zamanı deyəndə daha çox hiss, həyəcan bildirə bilər? Tez, bura gəl. Nəsə bir hadisə baş verəndə bu cümlə bizə daha təsirli gələ bilər. Yəni, tələffüzdən, deyilişdən asılı olaraq bu cümlə həm əmr kimi, həm də nida cümləsi kimi başa düşülə bilər. Cavabımız C variantı.